Saxta həkimlər ən çox da biz hansı ki estetik cərrahlara deyirik də saxta həkimlər. Çünki en qədər insanlar əməliyyat ediblər, şikəst ediblər, pullarını alıblar. İndi də çəkilib durublar kənarda ki, yox, bizlik deyil. O fəsadlar nədənsə olub. Bunları da demək olar ki, bizim bir çox jurnalistlər bunları ictimailəşdirir də, elə bil bizə dəstək olaraq. Qənirə Ataşov, hansı ki Amerikada yaşayır, o da biz jurnalistlərə dəstək oldu. Bizdən fərqli olaraq o uzaqda, xaricdə yaşadığına görə daha cəsarətli oldu. Çünki bizim özümüzə də təzyiqlər olur. Səhifələrimizi bağlatdırırlar, bizə hədə qorxu gəlirlər, nə bilim pulla bizi almağa çalışırlar. Bilirsiniz nələr edirlər? Bizə qarşı da çox şeylər edirlər. Bəli, Qənirə Ataşovanın artıq onu da hədə qorxu gəlirlər. O da müraciəti olub. Bəli, Amerikada yaşayan jurnalist Qənirə Ataşova ötən gün Səhiyyə Nazirliyi tərəfindən fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısına ilginc reaksiya verib. Jurnalist siyahıda məşhur cərrahların adının olmamasına təəccübünü gizlətməyib. Yəni məşhur cərrahların. Səhiyyə Nazirliyi plastik cərrahiyyə ilə bağlı siyahını nəhayət dərc etdi. Bəs sizcə kimlərə haqsızlıq oldu? Mən bəzi təcrübəli həkimlərin adını orada görməyəndə azacıq intriqa qoxusu aldım. Amma yaxşı tərəf də var. Artıq plastik cərrah sertifikatı bazarlığına həvəs qalmayacaq. Kimsə satmaz, kimsə almaz inşallah və ən əsas ümumi cərrahların haqlı olduqları sahədə işləməsinə nəhayət sənədli sübutlu icazə verildi. Bəli, noyabr ayında jurnalist Qənirə Ataşovun saxta yollarla plastik cərraha şəhadətnaməsi alan bəzi estetik cərrahlarla bağlı siyahı dərc etmişdi. Həmin siyahıda 49 cərrahın adı qeyd olunmuşdu. Maraqlıdır ki, Qənirə Ataşovanın sonradan müdafiə etdiyi məşhur plastik cərrahlar Dilqəm Məhrəmov və Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının plastik estetik cərrahiyyə şöbəsinin müdiri plastik cərrah Mirsali Abdullayev Səhiyyə Nazirliyinin açıqladığı rəsmi siyahıya daxil edilməyiblər. Dilqəmlə bağlı çoxdan söhbət gedir ki, yəni ona da bu lisenziya təkrar müqavilə bağlanmayacaq da Səhiyyə Nazirliyi. Bax, belə bir şeylər var, amma onu da deyim ki, artıq Qənirə Ataşova ya təhdidlər var, müraciət edib dövlət başçımıza, Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib, onun 2 oğlu var, 2 övladı və onlara zənglər olub, telefon açıblar və onlara hədə qorxu gəliblər, ölümlə hədəliblər. Amma məncə bunlar lazım deyil də. Gəlin biraz həqiqətin tərəfi olaq. Hələ biraz deyirəm, tam demirəm.